Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. İyul ayının ilk günündə ilk videondan sizlərlə birlikdəyik. İyul ayı gəldi, çox da odunla alovla gəlmədi. Hava çox sərindir. Sərindir, həm də sakit. Havada külək yoxdur. Hava haqqında məlumata baxırıq. Saatda 10 kilometr. Bir insanın yerişindən biraz sürətlidir. Gözləyirik, tutlar yaxşı yetişsin, doşa beləyəcək. Həm də cezimləri gətirib tut ağacının dibinə qoymuşuq ki, işte külək qalxsa, köməkli açaq. Sabah mütləq külək gələcək. 2 gün sakit oldu, bəsdir. Tezənlər cezimləri açıb gözləyəcək. Külək əssə də tut tökülsün cezimə. Biraz da gözləyək, axşam tərəfi bəlkə tutlar daha da yaxşı yetişə, şirinləşə. Çox doşab çıxması üçün şirin tut lazımdır. Yoxsa nə kamil, yəni yetişməmiş tutu çırp. Vaxtında israf olsun. 5-6 qazan qaynat, 10 litr doşab çıxmasın. Nizami Gəncəvi hələ yerə deməyib. 100-ün biri olunca 1-in 100 olsun. Qoy bir qazan olsun. 5 qazana bərabər doşab çıxsın. Tut bu il tədricən yetişmədi. Birinci, ikinci çırpım şiddətinə yetişdi. Tutun bəlkə 70-80% getdi. İndiyə qalan tutlarda iri olacaqlar, həm də şirin. Sona qalan tutları külək də tökə bilmir. Hələ mən çıxıram qanatların üstünə, silkəliyirəm, təpilliyirəm, yenə tökülmürlər. Deyirik, üzün diriyib, bu tut niyə tökülmür? Gilanlarları yekunlaşdırdıq. Şampan gilanlarların hamısını yığdıq. Kompot, mürəbbə, cem, lavaşa, çaxır, qaldıcır gilanlarlarımız. Onun da ələ təyindən yetişdikcə yığıb turşusunu qoyuruq. Cır gilanların dadı başqadır. Bəlkə ondan da 15 balon kompot elədik. Gilanlar başımızı o qədər qatıb ki, alma yaddan çıxıb. Tökülüb dibində, hər almanın dibində 2 vedrə alma var. Sabahdan ona da başlayaq. Sok çəkən maşınımız var. Onda çəkib hərəmiz bir stəkan içərik. Qalanını da toplayıb, soyuducuda saxlayıb 5-10 litr artan kimi kompot eləyərik. Almanın kompotunda meyvə içində qalmır. Onun ancaq şirəsini sıxıb biraz da şəkər vurub kompot bağlamışdıq, yaxşı olur. Şirini az olanda atır, yəni qapağını tolluyur. Çox da olmaz, gərək bir dəfəlik tutasan reseptin ki, necə eləmək lazımdır. Almanı da çox gözlərdən yetişdi, kəpəklədisə dadı olmur, biraz çal-çal yemək lazımdır. Tam yetişəndə sok maşınında çəkəndə şirəsi də çıxmır. Hamısı lət olur. Ancaq biraz çal oldu. Suyu lətindən daha çox olur. Sonuncaqları xiyarəkmişik. Ayhana dedim, get maşları cağla, gəlib cağları taxıb xiyara. Maşlar qalıb başına. Ətrafın qabağına qoyub otu için. Pomidorlar bu il də xoşa gəlimdir. Yarpaqları quruyur. Eləsi olur ki,
Tağ kökündən quruyur, neçəsini çıxarıb atmışıq. Xəstəlik oldu, biri o birinə keçir. Deyirlər, yerə yaxın qanadlarını kəsmək lazımdır, yerdən bakteriya filan götürməsin. Məncə bizim torpağımız pomidora uyğun deyil. Hansısa maddələr çatmır. Tam deyə bilmərəm ki, pomidorun yetişməsi üçün torpaqda hansı elementlər olmalıdır. Bunu gərək araşdıraq. Biz ancaq gücü veririk peyinə. Peyindən, sudan başqa bitkilərə bir şey vermirik. Tağlar yatmışdı arxın içinə, onları da bağladıq. Telmə yatıb yapışsınlar dağlardan, geçsinlər üzü yuxarı. Bu kolların başına qədər çıxacaqlar, bir də tərsindən sallanacaqlar arxa qədər. Əkdiklərimiz bitkilərin hamısı deyəsən sarmaşanlardır. Maçlar deyillər, dağların 80-90, bəzilərində 100%-in dırmaşıb birinə qane olmayıb, keçib o birinə. O birilər də cağ qutarıb, get görək cağ qutarandan sonra hara gedəsən. Deyir, başqa cağa tutunacam. Əvvəlki videolarda yəqin ki, qeyd eləmişəm. Bu iki arx başqa sortdur. Kol taxırıq, kola getmirlər. Biz də arxın badını biraz enli eləmişik ki, sürün get. Yaşıl xiyardır, süfrəlikdir, şirin olur. Bu birlər yeri sortdur, ağı yaşıl olur. Turşusu yaxşı olur. Balonda şax olur, yedikcə şax-şax şaqqıldayır. Ancaq bunlar yumuşaq olur, turşusu da tez ərpiyir. Heyva ağızda qoyub, xəstə adamlar ki, saralıb, onsuz da meyvəsi, yarpağı da sarı olur. Füzulinin deyimi ilə xəstədir, sifəti sarıdır, qarnında da həmişə qurd olur. Keçən il doluydu, bu ilki payında keçən il gətirib. Bu dəfəki tut çırpımını da atlatdıqsa bir şey meyvə qalmayacaq. Sonraki tədricən yetişəcək. Tut ağacın qanadları bura qədər çatmırdı. Həm də peyin tökülmüşdü, neçə ildir çürüyüb torpaq olub. Biz də ayhana 2 arx xiyar əkdik. Yuxarıdan yerli sort ki, kol-kos taxa dırmaşsın kola. Bu birlər digər fransız sortudur, İranda nədirsə, hamısı da çıxıb düymələnib arxın badına. Sürünsə 1 metr bu tərəfə gəlsə belə tuta qədər hələ çox var. Bir də ki, bunlar böyüyüncə tut sovuşacaq. Keçən bura boran əkmişdik. Boranın tağları tut ağacına qədər çatmışdı. Yadıma bir məsəl düşdü. Bəy ilə bostan əkənin tağı belində gərək. Bugün Ayhan naxıra gedib yenə. 22 mal aparıb. TV ərazisi bu il biçilmir. Biçən əsəhələrin hamısı otarılır. O cəhətdən korluq yoxdur, təkcə su qəhətə çıxıb. İnəklər uzaq məsafəyə gedirlər. Bəlkə kətdən 15 kilometr uzağa ki, su içsinlər. Axşam gələndə də su təklif edirik. Tezdən də hər inəyə 2 vedrə su verib yola salmış. Buradakı xiyarlar da düymələnib. Ərədən xiyar həmişə yaxşı olur. Tez əkəndə bu vaxtlar havada radiasiya çox olur. Xiyarın tağları saralır. Üstü xallanır. 86-cı ildə
Bostanımız büsbütün yanırdı. Deyirdi ki, Çernobılda atom elektrik stansiyası partlayıb, onun təsirləridir. Biz də o təsirləri aradan qaldırmaq üçün qatı quyruğu toplayıb gətirib suda əzirdik, çırpırdıq. Xiyartalların üstünə səpirdik, xeyri yox idi. Bir həftə ərzində bütün tağlar yanıb külə çevrilirdi. Çox sakit havadır. Səs-səmir gəlməyəndə də adam darıxır. Bizim inəklərdir, gəldilər. Tövlərinin yanına çatan kimi moğluyurlar ki, gəlin bizi sağın. Yox, ilk olaraq ot verin. İndiyə qədər axurlarını boş buraxmamışıq. Əvvəldən inəklə necə rəftar elədin, elə gedəcək. Laf əvvəldən axşama qədər əlimizə geçən o tərəf aparıb inəyin axuruna doldurduq. Axşam da həvəsilə gəlirdilər tövləyə tərəf. Elə adamlar var ki, inəyə ot verməz, su verməz. Sağar buraxar, örüşə baxırsan ki, yelində gənələri yapışıb şişi pərəsi bir maş dənəsi boyda olub. Axıra gedəndə, elə inəklər görəndə çox söymüşəm sahibin. Südün sağmağın yaxşıdır, ancaq o mələni qopardanmırsan, yaxud deyil, biraz dərman sürt üstünə, mələ çöldə yapışmasın. Keçən donuzun dişlədiyi, ənci ilə kəsdiyi tut ağacı buyur pöhrəliyib, 1 metrdən artıq şif sürüb. Qalın bir ağaçdan dəstək bağlamışam ki, hələ körpədir, əyilməsin, düz geçsin. Gövdəsi bərkiyəndən sonra açaram. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Salamat qalın. Videomuzu bəyənib paylaşmağı unutmayın. Yorum yazında da ən azı 6 kəlmə yazın ki, YouTube algoritmi onu qəbul eləsin yorum kimi. Videomuzu daha çox izləyici qarşısına çıxasın. Salamat qalın.